Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Noyabr ayının 27-si həftənin cümə axşamı günü 2025-ci ildir. Son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Şəhidlər xiyabanında tərbiyəsizlik edən ərəblər, ərəb turistlər demək üzr istədilər. Bununla bağlı News 365 az saytı məlumat yayıb. Məlumatda qeyd olunur ki, onların işinə Səvayi rayon məhkəməsində baxılıb və onlar, yəni şəhidlərimizi təhqir edən ərəblər məhkəməyə, bugünkü iclasda məhkəməyə yazılı müraciət ünvanlayıblar. Ümumilikdə hər biri əməllərinə görə peşman olduqlarını dilə gətiriblər və Azərbaycan xalqından üzr istəyiblər. Hesab edirik ki, biz şəhidlər xiyabanında özümüzü məsuliyyətli aparmalıydıq. Amma biz oranın şəhidlər xiyabanı olduğunu bilməmişik. Çünki bizim ölkədə xiyabanlar bu formada deyil. Bütün şəhid ailələrindən, qazilərdən və Azərbaycan xalqından üzr istəyirik. Ümid edirik ki, bizi bağışlayarlar deyə. Bax, bu şəhidlərimizi şəhidlər xiyabanında tərbiyəsizlik edən demək ərəblərin müraciətindəndir bu. Yazılı müraciətlər isə hakim Azər Tağıyevə təqdim edilib. Prosesin davamında isə prokuror ittiham elan edib. Əcnəbi müttəhimlər özlərini təqsirli bilməsələr də müraciətlərində qeyd olunduğu kimi əməllərinə görə peşman olduqlarını deyiblər. Onda deyək ki, polis idarəsinə aparılan ilkin istintaqda təqsirləndirilən şəxslər qanunda nəzərdə tutulduğu kimi tərcüməçi və dövlət hesabına vəkillərlə təmin olunublar, özlərini müdafiə edə bilmələri üçün zəruri şəraitdə yaradılmışdır.